uşağa. Dünyanın ən çətin işlərindən biri valideyn olmaqdır. Xüsusilə indi. Valideyn məsuliyyəti. Valideyn nə etməlidir? Üstünə qışqırsın, uşaq biraz da qaçacaq. Təzyiq göstərsin, fiziki təzyiq göstərsin, psixoloji nə etsin? Bir dənə yol qalır. Valideyn məcburdur uşaqla dost olmağa, səmimi ünsiyyət yaratmağa. Mən özüm də valideynəm də, bəzən mən özüm də o problemi yaşayıram. Görürəm ki, mənim düşüncəmlə uşağımın düşüncəsi arasında fərq var. Mən emməliyəm onun təfəkkürünə. Belə bir şey var, deməli, trasta gedəndə, qabaqdakı maşın, deməli, 100 sürətlə gedirsə, sənin də sürətin 150-dir, məsələn. Sən 150 sürətlə onu keçə bilməzsən, sən sürəti endirməlisən 100-ə, onunla bərabər. Çünki həmin anda o sola çıxa bilər. Qəza törədə bilər. Uşaqla da elədir. Sən 150-ilə gedirsən həyata, ay valideyn, ay ana. Sənin təfəkkürün daha qabaqdadır. Uşaq amma o cür deyil, onun dünyası başqadır. Sən onun dünyasına emmməlisən, empatiya deyirlər də buna. Özünü onun yerinə qoymalısın, gör nə qədər çətindir. Amma vacibdir də, neyiniyək? Öpürəm o valideynlərin əlini ki, bunu bacarırlar. Öpürəm o valideynlərin əlini ki, empatiya qurmağı bacarırlar. Çünki o valideyn cəmiyyətə böyük bir xidmət eləyir. Cəmiyyətə bir vətəndaş yetişdirir, yararlı.